Leksik mənniyə malik olmasa da, təhlikdə cümlə formalaşdıra bilən nitq hissəsinə aid sözün işləndiyi cümlələri müəyyən edin. Baxın, nə deyir? Təhlikdə cümlə formalaşdıra bilən nitq hissəsinə aid sözün işləndiyi cümlələr. Yəni ki, biz hansı nitq hissələr ki, söz cümlə vəzifəsində işlənir, həmin nitq hissələrinə aid olan sözləri tapmalıyıq. Danışdıqlarının hamısı sənin və qardaşının gələcəyi üçündür. Birinci cümlədə köməkçi nitq hissələrindən və bağlayıcısı üçün qoşması işlənmişdir. Amma bağlayıcı və qoşma söz cümlə funksiyasını yerinə yetirə bilmirlər. Ona görə biri çıxaq. Doğrusu modal sözdür və modal söz cümlədə söz cümlə funksiyasını yerinə yetirə bilir. 2-yi götürürük. Əhsən. Əhsən nidadır. Nida da söz cümlə funksiyasını yerinə yetirə bilir. 3-ü də götürürük. Halbuki mən də maşında gəzə bilərdim. Halbuki bağlayıcıdır, də bağlayıcıdır. Bağlayıcı yenə söz cümlə funksiyasını yerinə yetirmir. 4-ü götürmürük. O çox qocaydı, ancaq digərlərindən yaxşı başa düşürdü. Burada ancaq yox, ancaq bağlayıcısı var burada. Buna görə yox, amma burada çox ədatı var. Ümumiyyətlə ədat da söz cümlənin formalaşmasında iştirak edə bilən nitq hissəsidir. Ona görə 5-də götürürük. Cavabımız olmalıdır A variantı 2, 3, 5.